Herkese salam, kanalımıza xoş gəlmisiniz. Bu videoda mən kəsmikli banan peçenyalarının hazırlamasını sizinlə paylaşıram. Peçenya hazırlamaq üçün 500 qram un götürmüşəm. Üzərinə yumuşalmış halda 250 qram kərə yağını əlimlə umac edirəm. Ardından üzərinə bir çimdik duz əlavə edirəm. 2 yemək qaşığı şəkər tozu, 1 ədəd yumurta əlavə edirəm. 150 qram xama əlavə edirəm. 1 bağlama vanilin və 1 bağlama qabartma tozu əlavə edib qarışdırıram. Qarışdırıb xəmir yoğururam. Xəmir hazır olduqdan sonra bir 15 dəqiqəliyinə buzluqda gözlədirəm. Keçirəm içliyi hazırlamağa. İçlik üçün 400 qram kəsmik götürmüşəm. Kəsmiyi çəngəllə biraz yaxşıca qarışdırıram. Sonra isə üzərinə stəkan yarım şəkər tozu və stəkan yarım un əlavə edib qarışdırıram. Gördüyünüz kimi içliyimiz də artıq hazırdır. Hələlik içliyi bir kənarda gözlədirəm və keçirəm xəmiri kündələməyə. Xəmiri öncə 2 hissəyə bölürəm. Sonra isə rulon formasında uzadıb kündələrə ayırıram. İstəsəniz kündələri 40 qramdan da edə bilərsiniz. Mən gözə yarı etdim, ölçmədim. Məndə 25 ədəd kündə alındı. Qeyd edim ki, kündələrin sayına görə də içliyin sayı da eyni olmalıdır. Xəmiri kündəliyib qurtardım. İndi isə keçirəm içliyi yumurlamağa. İçlik ələ yapışan olduğu üçün əlimə biraz duru yağ çəkib əlimin içində gördüyünüz formada yumurlayıram. Qeyd etdiyim kimi xəmirin sayına uyğun içlik də olmalıdır. 25 ədəd xəmir kündələdim, 25 ədəd də içlik. Və gördüyünüz kimi biraz yayıram xəmiri də, içlik də qoyub içərisinə videoda gördüyünüz formada bükürəm və büküb banan formasında düzəliş edirəm. Əgər xəmir ələ yapışarsa biraz azca un əlavə edə bilərsiniz. Və gördüyünüz kimi peçenyenin üzərindən də bu cür əlimlə naxışlar atıram və soba listinə yerləşdirirəm. İndi isə hazır olan peçenyaların üzərinə kakao ilə naxışlar vururam. Yəni biraz banana oxşadıram.
baş hissələrinə və üzərindən kakao ilə keçirəm. Və əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada bişirməyə aparıram. Budur, artıq peçenyalarımız hazırdır. Çox gözəl bişiblər. Altı da çox gözəl qızarıb, üzəri isə çox az miqdarda qızarıb. Onu da qeyd edim ki, kəsmi ilə hazırlanan bütün şirniyyatlar çox dadlı alınır. Yumuşaq, ləzzətli olur. Hazırlayan hər kəsə nuş olsun. Göz haqqınızı halal edin. Videom əgər xoşunuza gəldisə, videonu bəyənib kanala dəstək olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.